Hadi başlarsın. Aha. Əziz webinar iştirakçıları, gördüyünüz kimi Ceyhun bəy maşallah çox enerjilidir və cavan kadr olmasına baxmayaraq çox savadlıdır və bugün çox möhtəşəm bir təlim olacağına inanıram. Və bugünkü təlimçi qonağımız Ceyhun Qasımbəylidir. Sumqayıt Dövlət Universitetinin tarix müəllimidir. Mövzumuzun adı isə təhsildə təşkil etmə və idarə etmə bacarıqlarıdır. Ceyhun bəy, sözü sizə verirəm uzatmadan. Həm istəyirsiniz özünüz haqqında qısa bir anons verin, yəni özünüz haqqında məlumat verin, daha sonra mövzuya keçid eləyək. Buyurun. Mən ilk öncə Aydan xanıma təşəkkürümü bildirirəm ki, belə bir gözəl səhifə, belə bir layihə təşkil edib ki, məsələn mən fikir verirəm ki, artıq ölkənin nüfuzlu şəxsləri, məsələn bu deyək ki, hər hansı sahədə fərqi yoxdur. Ola bilər dilçilik sahəsində olsun, rejissorluq olsun və ya məsələn indi baxıram digər ölkədən də hətta təlimçilər var ki, gəlib burada iştirak edir və öz fikirlərini bizlərlə bölüşür. Yəni bu layihəyə görə mən ilk öncə sizə təşəkkürümü bildirirəm və burada dəyərli vaxtını ayırıb bura dediyiniz kimi bu təlimdə iştirak edən hər bir kəsə də öz təşəkkürümü bildirirəm və çox sağ olun ki, yəni bu təlimdə belə deyək, məni tək buraxmamısınız. Və ilk öncə onu deyim, belə deyək, özümü təqdim edeyim. Mən Ceyhun Qasımbəyli, Sumqayıt Dövlət Universitetinin tarix müəllimi, həmçində kurikulum üzrə təlimçiyəm. Bu təlimi seçməkdə məqsədim oldu ki, düşündüm ki, indiki dövrdə artıq bir neçə sahədə, misal kimi təhsildə çatışmamazlıqlar olsa da, ən əsas çatışmazlıq bəlkə də idarəçilik sahəsində də bəzi çatışmamazlıqlar var. Baxırsan ki, biz elə özümüzdən götürək, yəni hər hansı bir qərarı verərkən, hər hansı bir addımı atarkən özümüzü əslində biz bir idarəçi bilməliyik. Yəni şərt deyil ki, sənin əlinin altında bir 50 nəfər işçi olsun. Sənin ola bilər ki, ətrafındakı elə hər bir şəxs səninlə əgər bu cür münasibət qurursa və ya dostluq olsun və ya digər münasibətlərin varsa, o bir növ sənin orada da idarəçiliyin önə çıxır. İndi deyə bilərsiniz, burada nə tip idarəçilik önə çıxır? Misal kimi biz deyə bilərik ki, dostluğu idarə etmək, misal kimi. Yəni fikir versin, idarəçilik bacarığı tək hər hansısa bir müdir olursan, hamısı sənin işçin olur deyə elə bir qayda da yoxdur. Yəni sənin özünün münasibətləri idarə edə bilmək bacarığın varsa, demək ki, sən artıq çox yaxşı bir CEO ola bilərsən, yəni lider ola bilərsən bu sahədə. Yəni bununla bağlı dünyaca məşhur misal kimi hansısa bir elm xadimləri olsun və ya hansısa bir şirkətin böyük CEO-ları olsun, hər birinin bu barədə maraqlı fikirlər var. Ən əsas da fikirlərində bunu deyirlər. Dostluq münasibəti ilə, yəni təhsil olsun, digər sahələr olsun. Əgər sən bir işçiyə öz dostun kimi, belə deyək də, yəni özünlə bərabər baxa bilirsənsə, bərabər prizmadan baxa bilirsənsə, demək ki, sən çox uğurlu bir rəhbərsən. Rəhbərlik yəni bundan başlayır. Və bundan bağlı da, bayaq mən sizə demək istədiyim o idi ki, rəhbərliklə bağlı da, idarəçiliklə də bağlı fərqli fikirlər var. Amma əsasən onun prinsipləri var. İndi bir neçə prinsiplər var, çoxdur prinsiplər. Amma biz onların bəzilərini sizlərlə qeyd edəcəyik. Görək ki, yəni əsasən idarəçiliyin hansı prinsipləri var? Məsələn, idarəçilikdə məqsədyönlülük prinsipi var. Nədir məqsədyönlülük? Yəni hansısa bir addımı atırsansa və ya şirkət üçün, məktəb üçün fərq eləmir. Burada məqsədyönlü olaraq nəyi necə eləyəcəyini öncədən bilməli. Məsələn, hər bir şeyi məqsədyönlü şəkildə addımlarını artıq hesablamalısan. Bunu edə bilirsənsə, bu artıq məqsədyönlülük prinsipi onun ən əsas vacib prinsiplərindən biri sayılır. Baxırsan ki, bəzən plansız olaraq iş görür idarəçi heyət və bu da artıq zamanla idarəçilik tək bir səbəbdən asılı bir şey deyil. Mən prinsipləri saydıqca görəcəksiniz ki, idarəçiliyin bir neçə şərti var. Həqiqətən onun birini edib, digərini etməyəndə istər-istəməz o boşluqlar yaranır. O boşluqların yaranmaması üçün məqsədyönlü prinsipi dediyim kimi, işinin məqsədyönlü şəkildə yanaşmaq və hər bir işi vaxtlı-vaxtında hesablayaraq ona uyğun addım atmaq sayılır. Var kollegiallıq və vahid rəhbərliyin əlaqələndirilməsi. Kollegiallıq yəni kollektiv və vahid rəhbərlik deyil, bunların əlaqələndirilməsi prinsipi. Nədir bu prinsip? Çox önəmli prinsiplərdən biridir. Yəni ki, artıq müdir təhsildə idarə etmə məndədir deyə
mən ayrı bir sahədə oturum, öz işimi görüm, digərləri ayrı bir sahədə olsun. Elə bir şey yoxdur. Yəni əgər bunu biz komanda şəklində qura biliriksə, fərqi yoxdur, bu dərs olsun və ya məktəb direktorluğu ola bilər, universitet direktorluğu ola bilər. Yəni hər hansısa bir təhsil sahəsində idarə etmədən söhbət gedir ki, burada mütləq komanda heyəti, komanda qrupu olmağı çox yaxşı bir şeydir. Ona görə ki, fikir vermisinizsə, hər bir sahədə o deyirəm birlikdə olan artıq, yəni birlikdə verilən qərar daha hökmlü, daha uğurlu qərarlar olur. Çünki bir insanın qərarı bəzən emosiyaya da əsaslana bilər. Məsələn, deyək ki, bu gün hər zaman doğru qərar verən bir şəxsiyik, misal kimi hansısa bir məsələdə. Amma bu gün ola bilər biz hər hansısa bir mövzuda çox əsəbləşmişik və belə deyək də fikrimiz artıq rasional formada yox, yəni ağılla yox, emosiya ilə qərar veririk. Yəni emosiya ilə qərar verməyimiz bizim doğru qərar verib verməməyimizi artıq sual altına qoyur. Çünki çox vaxt ağılla yox, qərarı emosiya ilə, hisslə verəndə o qərarda problemlər yaranmış olur. Ona görə də yaxşı olar ki, komanda şəklində. Çünki ola bilər ki, o deyir ağıl ağıldan üstündür. Komanda şəklində ola bilər hər hansısa bir idarə heyətindən bir üzv maraqlı bir fikir səsləndirə bilər, digəri fərqli bir fikir səsləndirə bilər. Biz bunu gətirək məktəb səviyyəsinə endirək, daha da yəni nəyə demək istəyirəm? Yəni şagird səviyyəsinə. Deyək ki, bir sinifi idarə edir müəllim, universitet olsun, məktəb olsun. Biz bilirik ki, kurikulumun, müasir təhsilin 6 prinsipindən biri nədir? Şagird yönümlülük. Biz buna universitetdə deyirik tələbə yönümlülük. Bəzən bu səhv başa düşülür, elə bilirik ki, tələbə yönümlülük, şagird yönümlülük o deməkdir ki, elə nə deyirlərsə tələbə səhvdirsə, səhvin üstünü basdırır, yox. Və ya hər nə fikir bildirirsə, onu et, yox. O demək deyil. Misal kimi, sabah ola bilər tələbə yönümlülükdə, burada nə deməkdir şagird yönümlülük? Şagirdin fikirlərini nəzərə almaq. Amma hansı fikirlərini? Məsələn, ola bilər sabah deyə bilər ki, müəllim, istəmirik dərs keçəsiz. Onlar elə dərsimiz olmasın. Biz elə gedək evə. O da olmaz. Demək, əsasən təhsillə bağlı burada tələbə yönümlülük, şagird yönümlülük nəzərdə tutulur ki, yəni dərslə bağlı, tədrislə bağlı fikirlər nəzərə alınmalıdır. Onlara güzəştlər edilməlidir, dərsi onlar üzərində daha çox qurmalıyıq. Misal kimi, biz indi əvvəlki Sovet ənənəsinə baxsaq görürük ki, dərslər müəllim mərkəzli olub. Yəni artıq hər şeyin mərkəzində müəllim idi. Olur deməsən, deyirlər partada düz otur, müəllimi qulaq as və əsas fikirləri də ondan sonra, məsələn, fikir çox səsləndirmirdik. Amma indiki tələbə yönümlülük, şagird yönümlülük deməkdir ki, yəni artıq sən onun da fikirlərini nəzərə almalısan. Ola bilər uşaqlar deyə bilər ki, müəllim, biz dərsi slaydla keçəndə daha yaxşı başa düşürük. Lap əla. Bayaq deyirəm, kollektiv fikir. Onun fikrini nəzərə alırsan, sən gələn dəfə özündə həm inkişaf edirsən. Bütün dərsləri slayd formasına salmaqla, bu formada keçməklə. Həm də ki, belə deyək, dərsin daha maraqlı olmasına. Çünki bizə lazımdır ki, hər kəsin marağına səbəb olan bir dərs formasını sala bilək, bir idarəçilik qura bilək. İdarəçilik də indiki dövrdə çox çətindir. Yəni fərqli fikirlər var, fərqli düşüncələr var. Biz də onu araşdırmalıyıq ki, görəsən hansı düşüncəni, hansı fikri biz daha çox nəzərə alsaq, çoxluğun fikri hansını alsaq ki, biz onda artıq dərsi düzgün qurmuş olarıq. Mən dediyim kimi idarəçilikdən artıq hər səviyyəsindən bacardığım qədər danışıram ki, birisi sinif idarə etməsindən tutmuş, eləcə də hər hansısa bir şirkətin və ya məsələn də təhsil idarəsinin idarə etməsinə qədər. Yəni burada komandanın fikri bayaq dediyimiz kimi kollegiallıq mütləq nəzərə alınmalıdır. Var təhsilin demokratikləşdirilməsi prinsipi. Təhsilin demokratikləşdirilməsi adından göründüyü kimi demokratik üslubda. Yəni əslində demokratiya sözünün mənası çoxluğun hakimiyyəti deməkdir. Demokratikləşdirmə yəni demək çoxluğun fikrini nəzərə almaq. Mən isə onu biraz fərqli formada düşünməyə daha çox üstün tuturam. Demokratikləşdirmə yəni çoxluğun fikrini nəzərə alaq düzdür. Amma azlığın da ən azı fikrinə uyğun çalışaq dərsi quraq. Məsələn, birdən bu demokratikləşdirməni biz birdən səhv başa düşərik, deyərik ki, qrup sinifdə 20 nəfərin 17-si bu cür düşünür deyə elə gəl 17 nəfərə görə dərsi quraq. Onu etmək bəli, hardasa doğrudur, yəni çoxluğu nəzərə alaq. Amma dediyim kimi, bəs o digər 3 nəfər və ya deyək şirkət idarə etməsində sən əksəriyyət bu fikri bildirir. Bəs amma digər 3 nəfərin fikri də nəzərə alınmalıdır. Deməli, maraqlı bir tarixi hadisə var.
İspaniya ilə İngiltərə dəniz döyüşlərində olublar. O vaxt donanma döyüşlərində. Donanma döyüşlərində orada fikirlər, fərqli-fərqli fikirlər və sair səsləndirilib. Amma orada bir qadın olub ki, çoxluğun əksi olaraq İspanlara deyib ki, bu vaxtı biz hücum etməyək də, yəni İngilis gəmisi ilə bu vaxtı döyüşməyək. Sadəcə orada belə deyək, əksəriyyətin fikri döyüşmək olduğu üçün bu qadın da orada böyük bir vəzifəyə malik olmayan bir qadın olduğu üçün onun fikri nəzərə alınmayıb. Və sonda elə 1588-ci ildə döyüş baş verib və o döyüşdə ingilislər qalib gəlib və o gün bugün 500 ildir ki, dünyada ən güclü donanma məhz İngilis donanması sayılır. Yəni son illərə qədər. Yəni nəyə gətirmək istəyirəm? O bir nəfərin fikri bəlkə də o vaxt nəzərə alınsaydı, artıq tarix başqa cür dövr eləyərdi. Yəni orada onu ciddiyə almamaq. Ona görə mən həmişə deyirəm, çoxluğun fikri nəzərə alınmalıdır, demokratikləşdirilmə. Amma o azlığın da elə bir şərait yaradılmalı ki, onların da fikrinə uyğun, onların da istəyinə uyğun nə isə bir şey qurulsun. Demokratikləşdirmə demək təhsildə bu deməkdir. Var təhsildə idarə etmədə humanizm prinsipi. Humanizm prinsipi bildiyimiz kimi, yəni hər hansı bir məsələyə humanist yanaşmaq, yəni belə deyək də, daha çox ürəyimizlə, belə daha çox yumşaq yanaşmağı nəzərdə tutur. İndi olur da hər bir kəs idarəçilikdə bunu görüb, hər hansı bir işçinin başına bir problem gələ bilər, özündən asılı olan səbəblərdən və olmayan səbəblərdən. Bacardığı qədər o işçinin işi odur ki, onu müdirin daha doğrusu onu başa düşsün. İndi elə bir dövrdür ki, özü də bir humanizm, bizim xalq olaraq ümumiyyətlə özümüz çox humanist xalqıq. Yəni bunu artıq hər birimiz də yaxşı bilirik və baxıram ki, yəni bunu məncə deməyə heç ehtiyac yoxdur ki, məsələn humanizmi belə edək, elə edək. Çünki xalq olaraq bizdə humanizm var. Sadəcə onu doğru düzgün humanizmi etməliyik. Məsələn, ola bilər bu dəfə bir insanın səhvindən keçdiyi, 2 dəfə, 3 dəfə artıq o insan onu vərdiş halına da ala bilər. Yox, elə də yox. Sadəcə diqqət edilməli məqam odur ki, elə bir məqam ola bilər ki, bir insan həqiqətən problem yaşayıb və ya digər şey, o insana şans vermək lazımdır. Yoxsa bir səhvə görə ümumiyyətlə hər şeyin üzərindən xətt çəkmək və ya idarəçilikdə sən artıq bu səhvi etmisən deyə töhmət olsun, digər işdən qovulma və s. bu artıq yol verilməz qaydalardan biridir. Ona görə ki, həm humanizm prinsipinə ziddir, həm də ki digər. Və humanizm təkcə nə isə bir şey nəzərə almaq deyil. Məsəl kimi səmimi münasibət, hər hansı bir işdə onları nəzərə almaq, misal kimi bu gün işdən çox yorulduğunu görüb diqqət edir, məsələn deyək də rəhbərlik və onun bugünkü çox yorğunçuluğuna, çox iş ayırmağına görə, vaxtı çox ayırdığına görə növbətlə bunu nəsə təltif edə bilər və ya deyə bilər sabahki gün sən biraz digər işlərə baxanda daha az işləyəcəksən və s. Yəni idarə etmədə elə bir humanist prinsip qura bilər ki, hər kəs artıq belə deyək, işdən qaçmağa yox, artıq işdə olmağa daha çox vaxt ayırsın. İndiki dövrdə biz fikir verdikdə elə bir dövrdür ki, hər kəs belə deyək, işdən də, evdən də qaçmaq istəyir. Yəni elə bir dövr gəlib ki, baxsan ki, elə adam var deyir, mən evdə otura bilmirəm, məcburam işə gəleyim. Burada daha sakit oluram. Və elə şəxslər də var ki, deyir, işdə də artıq elə bir vəziyyətdir ki, elə işə gələn kimi də buradan çıxıb getmək istəyirəm. Deməli, bunun günahkarı bizlər özümüzük ki, həm də ki, yəni elə bir dövrü, bunu artıq məsələn, mən hər zaman nəyin tərəfdarıyam? Nəsə bir səhv olursa, biz onu kənarların üzərinə atmaqla uğur qazana bilməyəcəyik. Yəni ki, götürək bunun günahı ondadır, o birisinin günahı bundadır. Yəni biz özümüz prizmasından da baxmalıyıq ki, görəsən biz elə həqiqətən necə bir şəxsiyik. Məsələn, Quranda hətta belə deyək, belə bir ayə var, deyir, siz necəsinizsə, sizin rəhbərliyiniz də o tip olur. Belə bir söz də var. Yəni idarəçilikdə olsun, yəni xasiyyətlərimiz özümüz. Biz özümüz bəlkə misal kimi deyirəm, daha sərt biriksə, daha çox bir insanın indi biraz doğru dildə deyəcəm, evini yıxmağa çalışırıqsa, istər-istəməz özümüzün də qarşısına elə insanlar çıxacaq. O deyir, həyat bu mənafdır. Ona görə bacardığımız qədər bu sahələrdə humanizm prinsipini hər zaman önə çıxartmalıyıq. Mən deyərdim ki, ən vacib prinsiplərdən biri də məhz humanizm prinsiplərinə sayıla bilər. Bir də var, təhsildə idarə etmədə dövlət və ictimai əsaslar prinsipi. Dövlət və ictimai əsaslar prinsipi nədir?
Var dövlətin qoyduğu qayda. Misal kimi dövlətin qoyduğu qayda budur ki, saat 8-dən 10-da dərsdə olmalıdır. Misal kimi bir şəxs dövlət tərəfindən təhsil haqqı ödənilir bəzi şəxslərində bildiyimiz kimi dövlət hesabına oxuyanların və s. Bu tip, yəni dövlətin verdiyi qayda, olimpiada qaliblərinə hər hansısa bir mükafatın verilməsi və s. Bir də var ki, bunu idarə etmədə ictimai əsasların razılaşması, yəni kənar şəxslər. Məsələn, idarəetməni biz genişləndirə bilərik. Məsələn, idarəetmə şərt o deyil ki, burada ancaq dövlət olur və ya ancaq bir dənə rəhbər direktor olur və ya rektor olur. Məsələn, burada ola bilər ki, təhsili idarə edən şəxslər içərisində valideynlər təhsilin idarə edilməsində iştirak edə bilərlər. Gəlib sabah bir fikir bildirə bilərlər ki, misal kimi məktəbimizdə bu layihə olsa lap yaxşı ola bilər, bu edilsə daha yaxşı olar və ya məsələn, bu məktəb valideyn əlaqələrinin inkişafı nəyin yaxşıdır? Ola bilər ki, bax misal kimi deyirəm, psixoloqla məktəb psixoloqu daha yaxşı bilir elə halları. Olur birdən hər hansısa bir uşağın problemi olur, onu artıq psixoloqa gedib demir və ya məktəbin hər hansısa bir sinif yoldaşına demir. Onu sadəcə valideyni bilir ki, bunun belə bir problemi var. O valideyn onu vaxtında məktəb rəhbərliyinə bildirəndə artıq doğru düzgün ona uyğun addım atıla bilir. Yəni fikir versiniz, bu artıq valideynin məktəbə verdiyi belə deyək də ən uğurlu addımlardan biri sayılır. Və məsələn götürək əksi. Uşaq ola bilər ki, evdən kənarda olarkən artıq fürsət düşdükcə elə bir orada misal kimi indi səhv insanlara, səhv belə bir belə deyək də insanlara qoşularaq artıq öz yolunu birdən kənarlaşa bilər öz yolundan, problemlərə yarana bilər həyatında. Onu da görən məsələn hər hansısa bir müəllim ola bilər, məktəbin idarə etmə heyəti ola bilər və ya məsələn məktəbin idarə etmə heyəti qiymətlərə nəzər salarkən görə bilər ki, bu uşaq hər zaman aktiv formada dərsdə iştirak edib, son vaxtlar dərsdə iştirak eləmir. Deyək ki, heç valideynin buna xəbər yoxdur və ya iştirak eləyir, amma qiymətlərdə azalma artıq müşahidə olunur. Deməli, artıq nə etməlidir? Müəllim və ya idarə heyəti çalışmalı ki, valideynlə təcili olaraq əlaqə saxlasın və buna uyğun birlikdə tədbir görsün. Gördüyümüz kimi ictimai əsaslarla həm də rəhbərliyin birlikdə işləməsi bu böyük bir əsas vacib şərtlərdən biridir. Bir də nə var? İdarə etmədə digər fiziki və hüquqi şəxslər də iştirak edə bilər. Digər fiziki və hüquqi şəxslər deyəndə nəyi nəzərdə tuturuq? Ola bilər ki, hər hansısa bir xeyriyyətçi şəxsdir. Deyir, bu gün məktəbimizdə keçirilən olimpiyadanın qalibinə mən məsələn hansısa bir şəxs də deyir ki, bunun qalibinə mən bir notebook hədiyyə edəcəm. Azərbaycanda belə bir xeyriyyətçi şəxslər ola bilərdi. Yəni var ki, gəlir deyir ki, məsələn buranın qalibinə heç mən notebook qoyuram kənara. Yəni hər hansısa bir yüngül bir hədiyyə də ola bilər. Yəni bu məktəb rəhbərliyi bunu alqışlayır və bu bir növ digər hüquqi və fiziki şəxsin artıq məktəbin idarə edilməsinə qoşulması deməkdir. Və ya məsələn məktəbin həyətində deyək ki, hər hansısa bir yerdə yəni problem var, ot örtüyü deyək ki, idman sahəsində və ya laboratoriyanı genişləndirmək üçün nəyisə çatışmır, ona bir valideyn belə deyək və ya hüquqi bir şəxs, imkanlı bir şəxs götürüb dəstək ola bilər. Və bunun verdiyi dəstək artıq gətirib belə deyək ki, rəhbərliklə ictimai əsasların artıq birləşməsi sayılır. Yəni bu çox önəmli hissələrdən biridir. Məsələn, başqa idarə heyətində kimlər iştirak edə bilər məktəbdə? Dediyimiz kimi, məktəbin psixoloqu olsun, bayaq dediyi kollektiv. Məktəbin psixoloqundan tutmuş, direktor müavini və ya digər idarə heyətində iştirak edən şəxslər də məhz gəlib burada aktiv formada iştirak eləyə bilər. İdarə etmədə ardıcıllıq sistemi var və sistemlilik əlaqəsi. Nədir? İdarə etmədə ardıcıllıq odur ki, yəni hər bir işin artıq hansı formada, hansı ardıcıllıqla gedəcəyini artıq öncədən bilib və ona uyğun tədbirlər planı hazırlamaq. Bilirik də biz dərslərdə olur, bizdə tematik planlar olsun, silabuslar olsun. Müəllim idarə edici heyət kimi onu hazırlayır. Eləcə də məktəbin öz rəhbərliyini və ya digər tədris sahələrində nəzərdə tuturam. Bir rəhbərliyin bir hesabat planı olur və orada planda əsasən nəyin nə ardıcıllıqla gedəcəyi, məktəb belə deyək də universitet olsun, məktəb olsun, sentyabr ayında hansı tədbirlərin təşkil olunacağı, hansı addımların atılacağının ardıcıllığı, eləcə də digər
sahələrdə, məsələn, məktəbdə müəllimin hansı dərsi hansı taxta keçəcəyi, deyək ki, bu həftə dərsi mövzusu budur, bir həftə sonra dərsi mövzusu bu. Ardıcıllıq budur. Bir də var sistemlilik. Yəni sistemli formada dərslərin əlaqələndirilməsi, eləcə də belə deyək, sistemli formada əlaqələndirilməsi o deməkdir ki, deyək ki, bu gün dərslərdən sonra, məsələn, dərsdən kənar bir məşğələ salınıb və ya dərsdən sonra deyək ki, uşaqları əlaqələndirmək üçün də mövzu olub bu gün hansısa bir tarixi bir mövzudur, Qobustan, qədim dövrdən danışırıq və sonradan məktəb rəhbərliyi belə bir fikir irəli sürür ki, bunu sistemlə əlaqələndirmək üçün elə bu dərsin bu ayın yekununda məsələn, hansısa bir sinif və hansısa bir qrup tələbə bir muzeyə getsin və ya Qobustan abidələrini ziyarətə getsin. Yəni, sistemli formada rəhbərlik hər hansısa bir sahəni əlaqələndirə bilir. Və bu da ən vacib işlərdən biridir. Sonra, burada vacib hissələrdən biri də nə idi? Elmilik, bax, bu da vacibdir və nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi prinsipi. Baxaq, hər bir şeyin elmi nəzəri qaydası var. Misal kimi, nəzəri qaydada yazılır ki, bu formada olmalıdır. Misal kimi, dərs bu formada tədris olunmalıdır. Düzdürmü? Hər birimiz bilirik ki, nəzəri formanı hər birimiz oxuyuruq. Nəzəridə qayda yazır ki, vaxtında bunu belə etməlisən. Nə bilim, məsələn, deyək ki, bir gündəlik rutin qaydalar hazırlanıb. Qaydalarda nə yazır? Yazır ki, gündəlik formada vaxtında səhər saat məsələn 6-da oyan, 7-də bu işi gör, 8-də hazırlaş bunu et, sistemi qurur sənin üçün. Amma nəzəriyyə ilə praktika həqiqətən həmişə uyğunlaşa bilir? Yox, təbii ki. Eləcə də dövlət tərəfindən olsun, digər fərqli yerdən də, məsələn, rəhbərlik tərəfindən. Ola bilər, nəzəri qaydada çox şey deyilə bilir. Məsələn, nəzəri formada deyilir ki, dərsi bu formada təşkil edilməlidir. Dərsdə çalışmaq lazımdır ki, hər bir şagird iştirak etsin, hər bir sual-cavabda aktiv olsun və s. Amma biz praktikaya baxanda görürük ki, həqiqətən bütün şagirdlər olsun, bütün tələbələr olsun, həqiqətən dərsdə fəallıq olurmu? Və ya hər biri həqiqətən dərsdə diqqət göstərirmi? Və ya deyək ki, dərsi bugün təşkil eləmişik, motivasiya mərhələsi ilə başlayırıq dərsi. Sonra gəlirik dərsdə, misal kimi, sual-cavab, dərsi danışmaq, axırda refleksiya, belə formada getməliydik. Amma elə olur ki, misal kimi deyəm, dərsdə bir nəfərin ürəyi gedib və ya özünə hansısa bir hadisə başına hadisə gəlib və həmin vaxtda o sistem istəsəməz dəyişir. Və ya ola bilər biri tələbə bir maraqlı sual verir, onun ətrafında müəllim izahlar verir, mövzu kənara gedir də nə qədər. Olur, indi tələbələrdə də o hadisə, mən fikir vermişəm, rast gəlinir, şagirdlərdə də. Baxırlar ki, birdən dərs öyrənməyiblər, götürüb müəllimə məsələn bir dənə mövzu tapıb verirlər, sual ki, qoy elə müəllim bu mövzudan geniş danışsın, elə biz də dərs danışmadan dərsi yola vermiş olaq. Yəni, nəyə demək istəyirəm? Nəzəri qayda ilə praktiki qayda həmişə bir deyil. Bu da deyir ki, çalışmaq lazımdır, onlar bir-birinə əlaqələndirilsin. Bir-birinə əlaqələndirilmə prinsipi burada diqqət edilsin. Əgər həqiqətən buna diqqət edilsə, çox böyük üstünlük qazanılır. Çünki məsələn nəzəriyyədə yazılır, deyək ki, dərs boyu sual-cavaba bir 15 dəqiqə vaxt. Onu həqiqətən tətbiq edib praktikada da görə bilsək, çox böyük bir uğur. Məsələn, nəzəriyyədə yazılır ki, idarəçi heyət, rəhbər heyət işçilərlə həmişə misal kimi deyirəm, hər zaman bir şöbənin işçiləri ilə həftədə bir dəfə oturub bir belə deyək, məsləhətləşmələr aparmalıdır. Yəni, bu kafedranınmı deyim, bu şöbəninmi deyim, bu hansısa bir hissəninmi deyim, elmi hissə olsun və s. Problemlər nədir və nələrə qarşı bizim mübarizə aparmalıyıq? Bu, elmi hissədə onsuz bu nəzəriyyə hissəsində var. Amma məsələn, onu praktika hissəsinə gətirmək artıq hər zaman mümkün olmur. Amma çalışmaq lazımdır ki, nəzəriyyəni biz praktika hissəsinə də gətirək. Ümumiyyətlə, Azərbaycan və Şərq coğrafiyasında biz tərəflərdə problem nədir? Şərq coğrafiyasında həmişə nəzəriyyə öyrənilib. Misal kimi, fikir versə, misal deyək, hansısa bir din, İslam dini. Hər birimiz deyirik ki, İslam dini deyir ki, yalan danışma, məsələn. Amma baxırsan ki, yalan danışanlarımız da xeylidir. Və ya misal kimi deyir ki, rüşvət elə alma,
bunu etmə, onu etmə. Amma baxırsan sonra deyirik ki, kaş Avropada yaşayardım, o bu. Yəni baxırsan ki, onlar ona praktikada əməl edirsə, sən amma onu sadəcə nəzəriyyə kimi bilirsən ki, bunu etmək olmaz, bunu eləmək olmaz. Misal kimi mən onun bir tərəfli misalı belə buradan gətirdim. Və ya lap əvvəldən götürək, SSR dövrü. Sosializm Avropada da var idi, yayılmışdı. Eləcə də Şərqdə, Rusiyada, Azərbaycanda, buralarda da sosializm oldu. Bildiyimiz kimi, əksəriyyətimiz o dövrdə yaşayanlarımız var və nənə, babalar və s. soruşa bilərsiniz. 1920-91 arasında məsələn, orada tətbiq olunan nə oldu? Bizə öyrətdilər Lenin haqqında şeirlər, deyək ki, hər hansısa bir fikirlər, bunu bu sosialist belə deyib, Karl Marx elə deyib, bu onu elə deyib, bu formada. Amma Avropada onu tətbiq etdilər. Avropada onu tətbiq etdilər. Tətbiq etdilər ki, xalqın məsələ rifahı üçün çox sosializmə yaxın bir forma yaradılmalıdır. Deyək, dövlətlə xalq arasında bir yaxınlıq, artıq bunu praktikaya tətbiq etdilər. Yəni, sözlə biri var, şeir və s. nəzəriyyəni öyrənmək, qaydaları öyrənmək, biri var praktika. Ona görə hər bir sahədə fərqi yoxdur. Mən indi bunları fərqli-fərqli yerdən misal gətirdim. Bir-birinizdə əks cinahdan biri dindir, biri dinə əks olan kommunizm. Misalı onu gətirdim ki, yəni idarəçilikdə də, rəhbərlikdə də çalışmaq lazımdır ki, nəzəriyyə ilə praktika həmişə üst-üstə düşsün. Əgər həqiqətən nəzəriyyə ilə praktika üst-üstə düşsə, elə özümüzə aid qoyduğumuz planlarımızda da, onda artıq biz uğur qazana bilərik. Həm təhsil sahəsində, həm də özümüzə aid digər sahələrdə. Sonra, idarəetmədə şəffaflıq və aşkarlıq prinsipi. Adından da görünür əslində. Şəffaflıq odur ki, yəni bildiyimiz kimi hər bir işin artıq şəffaf formada, məsələn, imtahanlar olsun, seçkilər olsun və digər şeylər olsun, bunların şəffaf formada təşkili. Bunlar artıq şəffaf formada təşkil olanda idarəçilik də artıq mühiti formalaşır. İdarəçilik mühitin formalaşması elə bir şeydir ki, sabah ola bilər ki, o idarəçi orada olmaya da bilər. Yəni, məsələn, deyək ki, anidən hər hansısa bir müəssisənin idarəçisi, misal kimi, dəyişdirildi və bir müddət olmayacaq. Və ya hər hansısa bir idarəçinin rəhbəri vəfat elədi. Sistem deyilən bir şey olur artıq onda. Yəni, o qədər şəffaf sistem qurulduqdan sonra, orada sabah rəhbərin kim olmasına asılı olmayaraq, o sistem o işi tənzimləyir. Ona görə şəffaflıq və hər bir şeydə aşkar formada təqdim edilməsi, misal kimi seçkilərin hesabatları, imtahanların hesabatları, nə bilim, digər hesabatlar. Bu artıq şəffaflıq və aşkarlığın yəni formasıdır ki, göstərir ki, ən vacib şeylərdən biridir, yəni şəffaflıq və aşkarlıq. Yenə deyirəm, biz bunları sözdə saxladığımız müddətcə o problemlər hər zaman olacaq. Yəni sözdə bu bir nəfərdən başlayır. Biz gözləməyək ki, niyə o bir tərəfdə belə edirlər, biz də belə edək. Yox. Sən özün sinif rəhbərsən, misal kimi, sən özün bacardığın qədər o şəffaflığı, aşkarlığı yarada biləcəksənsə, bəli, artıq o yavaş-yavaş sənin o şagirdlərin olsun, tələbələrin olsun, o şəffaflığı, o aşkarlığı artıq belə deyək, formalaşdırmış olacaq. Digərinə keçdik biz. İdarəetmədə uçotun və belə deyək də hesabatın aparılması. Dediyimiz kimi, şəffaflıq və aşkarlığın biraz fərqli formasıdır. Yəni, uçot bildiyimiz kimi də artıq son nəticələrin, hesabatın artıq aparılması və bunların qeyd olunmasıdır ki, bu sənədlərin artıq saxlanılması, qeyd olunması ən vacib prinsiplərdən biridir. Optimallıq. Optimallıq sözü bəzən səhvdə başa anlayanlar olur. Yəni, optimallıq o demək deyil ki, ancaq işçilərin sayı azaldılmalıdır. Optimallıq ən əlverişli yəni məqamı belə deyək də hesablamaqdır. Və yaxud burada bir nəfər sual soruşur ki, uçot və nə deyirsiniz? Uçot və nəzarət. Yəni doğru düzgün hər bir şeyə nəzarət və uçotda qeydə alınması lazımdır. Nə deyəcəkdim? Optimallıq ən əlverişli məqam da hansı addımı atmaq nəzərdə tutulur. Bəzən ola bilər ki, optimallaşdırma bax budur əslində. Məsələn, biz optimallaşma deyəndə bəzən elə bir düşünürük ki, işçilərin sayı azaldılmaqla keyfiyyəti çoxaldacağıq. Bəli, ola bilər, həqiqətən ola bilər ki, elə işçilər var ki, məsələn, onun işdə olmağı işin daha da yaxşı getməsinə gətirib çıxarmır. Yəni, o həqiqətən mənfi təsir göstərir.
Hə, o məndə optimallığı məsələn bərpa etmək üçün hələ artıq işləri və s. oradan belə deyək də azaltmaq, ixtisar eləmək hardasa nəzərə alına bilər. Amma optimallıq tək o deyil ki, optimallıq ən əlverişli formanı qurmaqdır. Yəni ən əlverişli forma odur ki, işdə biz hansı formada işimizi qursaq, rəhbərliyimizi qursaq, bu iş daha yaxşı gedə bilər və ya indiki dövrün tələbləri nədir? Biz o tələblərə necə riayət eləsək, bu idarəçilik və rəhbərlik daha doğru düzgün gedəcək, komandamız daha yaxşı irəliləyəcək. Yəni optimallıq ən çox bunun nəzərdə tutulması sayılır. Bu optimallaşdırma prinsipi idi. Bir də var inteqrasiya prinsipi. İnteqrasiya prinsipi odur ki, adından da göründüyü kimi, bildiyimiz kimi inteqrasiya hər bir sahədə var. Fənlər arasında da var, universitetlər arasında da, məktəblər arasında da. Yəni bir-birinə əlaqə, bir-birinin təcrübəsini öyrənmək artıq inteqrasiya sayılır. Baxırsan ki, hər hansısa bir məktəblə digər məktəb arasında əməkdaşlıq çərçivəsində 30 nəfər şagird gedir o məktəbdə təhsil alır və 30 nəfər də bura məktəbə gəlir. Və universitetlər, hansısa bir universitetin tələbələri mübadilə proqramasiyasında Türkiyə və digər ölkələrdə artıq gedir təlim formasına, yəni tədris alır 5 ay, 6 ay. Mən elə tanıdığım tələbələrimiz də çoxdur. Və oradan da bura tələbələr mübadilə prosesi əsasında gəlirlər. Tək bu müəllim, şagird və tələbələrə aid deyil, müəllimlər içərisində də olur ki, gəlib artıq həm gedib xaricdə təhsil formasını aparır, həm də bu ərazidə aparmış olur. Bayaq ki, misal mən bir şey deyim, bayaq sizə dediyim praktika ilə nəzəriyyənin fərqi. Deməli, bundan bağlı bir maraqlı mövzu olub. Yəni bizlərdən mənim tanıdığım bir şəxs var. O özü Amerikada deyir ki, getmişdik mübadilə proqramı ilə dərsə. Mən bunu bəzən tələbələrimlə danışıram. Deyir, mübadilə proqramı ilə biz ora gedəndə Amerikada prezidentlərlə bağlı söhbət düşdü. Mən baxdım, çıxdım, belə deyək, daxil oldum artıq belə deyək də auditoriyaya və uşaqlara dedim ki, Amerikalı tələbələrə, siz Amerikanın neçə prezidentini tanıyırsınız, neçəsini saya bilərsiniz? Deyir, uşaqlar ikisini üçün saydılar. Məsələn, biri saydı ki, misal kimi bu şəxsi, biri dedi ki, məsələn, Trumpdır, Obamadır, George Washingtondur, misal. Hərəsi bir şəxsin adını dedilər. Baxdım, 3, 5, 6 nəfər saya bildilər. Deyirlər, mən də durub dedim ki, necə belə zəif bilirlər oradakı müəllimə dedim. Dedim, mən bunların 45-ini də sayaram. Deyir, oradakı müəllim mənə dedi ki, valla siz belə deyək də boş bekar adamsınız. Nəyəcə bunun 45-ini də öyrənmişsiniz. Yəni 45 dənəni, bax nəzəriyyəni öyrənib, fikir verin ha. 45 dənəsinin adını öyrənib. Deyir, biz bunun 45 dedim, siz nə edirsiniz onda? Deyir, biz bunun 45-ini adını öyrənməkdəndirsə, bunun hansı addımlar atdığını öyrənirik. Öyrənirik ki, məsələn, bunun dövründə hansı addımlar atıb? Deyək, Trump hansı dövrdə bu addımı atmaqla doğru addım edib? Daha doğrusu Biden. Trump da gəlib o səhvi düzəldibmi? Trumpın dövründə hansı addımlar səhv idi, hansı addımlar doğru idi? Yəni bir növ siyasi tərəfdən, praktiki cəhətdən onu düşüncəməyə biz vadar edirik ki, yəni o artıq düşünsün. Yəni bu artıq ən vacib hissələrdən biri idi. Var, məsələn, orada bir nəfər sual verir, idarə etmək nədir? Bax, mən idarə etmək dediyimiz budur. Bayaqdan sayıram, məsələn, idarəçiliklə bağlı prinsiplər. Yəni, idarəçilik tək bir şey deyil ki, götürdüm, müəssisəni idarə elədim. Yox, idarəçilik yəni bir neçə sahənin, bayaqdan sizə sayıram, məsələn, nəzəri, praktiki, nə bilim, idarə etmədə humanizm və s. Yəni, hamısını özündə cəmləşdirən bir şeydir idarəçilik. Yoxsa gəl, elə ancaq bir şəxsi idarə etmək, onsuz hər birimiz bir idarəçilikdir. Yəni, özümüzü bizədən zəif bir şey bizə verilsə, biz onun üzərində idarə qururuq onsuz. Düz deyilmi? Yəni, nəyə gücümüz satırsa, onun üzərində idarəçiyik. Misal kimi, deyək ki, telefonun üzərində biz bütün günü telefonla məşğul oluruq, kompüterlə məşğul oluruq. Yəni, onu bir növ idarə edirik. Çünki onun üzərində idarəçiliyimiz var. Amma idarəçi, yəni nəyi misal gətirim? İdarəçi, yəni hər bir sahədə var. Amma əsl bu təhsildə idarə etmədən söhbət gedir, insanlıq cəhətdə idarəçilikdən söhbət gedəndə artıq bir neçə bax bu prinsiplər var ki, bunlar önəmli faktordur. Bunlar olmasa o digərləri artıq önəm daşımır. Məsələn, belə bir sual verilir, yaxşı məktəb yaxşı binadır, yoxsa yaxşı idarə etmə
yaxşı məktəb yaxşı binadır, yoxsa yaxşı idarə etmə? Məsələn, yaxşı məktəb yaxşı binadır demək deyil. Məsələn, belə bir sual var, niyə yaxşı məktəb? Məsələn, ola bilər məktəb çox gözəl tikilib. Aha. Baxırsan ki, həqiqətən çox gözəl məktəbdir, amma orada idarəçilik çox sıfır dərəcəsindədir. Orada tələbələr, şagirdlər də misal ki, məktəbdə olsun, universitet olsun, uğur qazana bilmirlər. Çünki məktəb yaxşı formada düzəldilə bilər, amma yaxşı idarə etmə olmayanda o uğur qazanmır. Amma baxsan, onun qədər yaxşı formada olmayan digər bir məktəbdə daha böyük uğurlar qazanılır. Deməli, yaxşı bina odur. Yaxşı idarə etmənin olduğu bina, yəni o daha yaxşı, daha üstün bina sayılmış olur. Və bir də var tabeçilik prinsipi. İdarəçilikdə tabeçilik. Belə deyək də, iyerarxiya deyirlər. Ona əməl olunmalıdır. Yəni, hər kəsin müəyyən pillələrlə vəzifəsi var. Təbii ki, tabeçilik prinsipi olmalıdır. Yoxsa elə bərabərçilik, mən bayaq deyirəm bərabərlik. İndi bundan sonra bərabərlik prinsipindən danışıram. Elə ikisini mən birləşdirib deyim. Bərabərlikdən də var, bir də var yazılı tabeçilik. İndi deyək ki, məmləkət olur, həm tabeçilikdən danışırsınız, həm də bərabərlikdən danışırsınız. Cavab odur ki, bərabərlik odur ki, yəni sən ona insani cəhətdən, fikir cəhətdən bərabərçilik yanaşırsan. Yəni onun fikirlərini hörmət edirsən. Fikirlərini, qərarını qəbul etməyinə kömək edirsən, onun hansısa bir addım atanda ona yardım edirsən. Amma digərində, məsələn deyək ki, tabeçilik prinsipində əməl olmalıdır. Yəni o bir söz var, deyir, nə qədər doğrudur, səhvdir, sadəcə mən bunu məsəl kimi deyirəm. Deyir, böyüksüz, Allahsız yerdə otur, deyir, böyüksüz yerdə oturma. Məsələn, belə bir məsəl var. İndi deyirəm, onun səhv düzlüyünə mən qarışmıram. Sadəcə burada nəyə bizə gətirmək istəyirlər söhbət? Deyilmək istənilir ki, yəni həqiqətən hər bir sahədə bir idarəçi olur. Və ondan sonra gələn vəzifə bölgüsü var və o vəzifə bölgüsünə sən əməl etməlisən. Yəni, götürüm mən artıq bərabərçilikdir, mən məsələn deyək də, iş sahəsində biraz aşağı işləyirəm, götürüm elə universitetdir, məktəbdir, bunun idarəçiliyində də əsas söz sahibi mən olum və heç kimi saymayım, elə də olmaz. Bərabərçilik fikirlərə hörmətdədir. Amma iyerarxiyanı hər zaman qorumaq lazımdır. Elə biz adi hərbi xidmətdə də fikir versəz, onu görürük ki, orada da strukturlar bu formada bölünür. Məsələn, leytenantdır, baş leytenantdır, kapitandır. Yəni, artıq rütbə formasında gedərək hər biri bir-birinə tabedir. Elə bir ölkənin nazirlik strukturlarında olsun, hər bir sahədə. Amma fikir versək qanunlarımızda yazır. Məsələn, yazır ki, hüquq cəhətdən hər birimiz Azərbaycan vətəndaşı bərabərdir. Yəni, bu bərabərçilik buradadır. Amma idarəçilikdə bərabərçilik deyilən bir şey o sahədə, yəni idarəçilikdə olmur. O, iyerarxiya qorunmalıdır. İyerarxiya, yəni, belə deyək də, idarə etmədə ən əsas tabeçilik prinsipi mütləq qorunmalıdır. 11-ci sinif şagirdin, indi o sualları mən inşallah sonra hamısını bir-bir oxuyub cavablayacağam. Yaxşı suallar var, məsələn, deyir ki, 11-ci siniflər necə idarə etmək olar və s. Hamısı ilə bağlı mən inşallah cavablar verəcəm. Amma sadəcə nəyə demək istəyirəm? Bu prinsipləri inşallah bitirəyim. Ondan sonra biz digərlərinə öz fikirlərimi təbii ki, deyəcəm. Həm də sizin fikirlərinizə də qulaq asacağam. Yəni, bərabərçilik və tabeçilik prinsipində odur ki, yəni hüquq cəhətdən bərabərlik var, hüquq cəhətdən. Amma idarə etmə cəhətdən tabeçilik prinsipinə olmalıdır. Yəni, bir vəzifə səndən yuxarıdırsa, növbəli şəkildə o sənə əmr verə bilər bu sahə ilə bağlı ki, məsələn, bu işi belə gör. Sən digərinə bu işi necə görməklə bağlı məsləhətlər, fikirlər verə bilərsən. Bu formada artıq davam edir. Obyektivlik və ədalətlilik. Yenə deyəm, obyektivlik və ədalətlilik də ən vacib prinsiplərdən biridir. Nədir? Adından da göründüyü ki, məsələn, 20-ci əsrin bacarıqları adlı kurikulumda bir termin var. 20-ci əsrin bacarıqları. Nədir? 20-ci əsrin bacarıqlarında 4K bacarığı ilə danışılır. Misal kimi deyilir ki, kommunikasiya aktiv olmalıdır, yəni ünsiyyət, korporasiya, əməkdaşlıq yaxşı olmalıdır və orada belə bir fikir də bildirilir. Deyilir ki, tənqidi təfəkkür də formalaşmalıdır. Tənqidi təfəkkür. Nədir tənqidi təfəkkür? Tənqidi təfəkkür odur ki, bir sahədə obyektivliyi qoruya bilmək. Yəni, ola bilər ki, sən bir şəxsi xoşlaya da bilərsən, xoşlamaya da bilərsən, artıq onun şəxsi fikridir. Amma onunla bağlı obyektivliyi qorumaq. Ən əsas da bu.
hər birimizə aid olsa da, ən əsaslı rəhbər şəxslərə idarə etmədə işləyən bütün təhsil sahəsi olsun, bütün digər sahələr olsun, aiddir. Niyə? Biz çox görmüşük ki, elə tək idarəçidə yox, elə adi sahədə də biri birinin xoş gəlmirsə, onun haqqında başlayır bir fikir belədirsə, ümumiyyətlə başdan ayağa səhv fikir bildirir. Misal deyək, bir nəfər zəifdir, deyək ki, hazırlığa gəlmək istəyir. Tarixdən deyək ki, Azərbaycan tarixi mövzularından zəifdir, amma ümumi tarixi çox yaxşı bilir, dünya tarixini. Və soruşanda ki, indi bir nəfər deyib, məsələn, deyək ki, müəllimlə bununla bağlı danışmaq kimi, bu tələbə daha yaxşıdır, nə də yaxşıdır, nə zəifdir, biz qoşulmaq istəyir dərslərə. Gəlib deyir ki, misal kimi, bu tələbə, məsələn, Nəzrin Azərbaycan tarixində yaxşıdır və ya ümumi tarixdə zəifdir sözünü deməyə bəzən deyir ki, ümumiyyətlə o tarixdən işə bilmir. Və ya ümumiyyətlə bu şəxs təhsil nədir bilmir. Ümumiyyətlə belə, yəni ümumi formada danışır. Obyektivlik yoxdur. Obyektivlik adi biz fərdlər arasında belə düşün, obyektivliyimiz yoxdursa, belə məsələlərdə bir-birindən nifrət. Məsələn, nə qədər adam olub ki, bir-birindən deyir, bir söz var, deyir, düşmənçiliyi də düzgün eləmək lazımdır. Ola bilər sən bir insan xoşlamırsan, amma sənin haqqında ona məlumat soruşanda sən bacardığın qədər ona doğru məlumat verməyi bacarmalısan ki, bu bir növ sənin öz şəxsiyyətini göstərən bir sahədir. İndi gör, bunu idarəçi eləsincə böyük bir problemə yol açır. Deyək, ən yaxşı işçidir, çox yaxşı proqramlaşdırma bilir. Məktəbin idarə edilməsində və ya hər hansı sahədə çox güclü idarəçiliyi var. Müəllim kimi çox yaxşı sinifi idarə edir. Amma problem odur ki, idarəçi rəhbərlə aralarında bir narazıçılıq olub. Və idarəçi rəhbər hər zaman onun bütün müsbət cəhətlərini görməzdən gəlir. Və bu görməzdən gəlmək axırda nəyə gətirib çıxaracaq? O elə bilir ki, o bir nəfərin üzərini misal kimi belə etməklə uğur qazanır. Əksinə, işdə digərləri, yəni o qədər də uğurlu olmayan şəxslərin yüksəlməsi, nədir ki, məsələn, idarəçi şəxslə çox yaxın əlaqələri var deyə onun irəliləməsi və digər savadlı bir şəxsin də aradakı konfliktə görə belə deyək, üstünün bastırılması artıq fiaskonun bir addımlığıdır. Yəni həmin tədris müəssisəsinin artıq məhvinə gətirib çıxarır. Bununla da bağlı bir misal deyim. Deməli, Napoleonun o vaxtı Xarici İşlər Naziri var idi, Talleyrand. Talleyrand Avropa siyasətində çox güclü siyasətçi olub. Yəni bir növ Fransanın Xarici İşlər Naziri olub da. Napoleon onu özünə deyib ki, mən səndən necə bir yalancı, sən necə belə deyək də səhv bir insan olduğu, nə işlərlə məşğul olduğu, yəni sən düzgün insan kimi tanımıram. Sən onsuz mənə görə belə bəlkə də insanlığın ən aşağı səviyyəsisən. Ona bu format deyib. Amma bir şey var ki, Napoleon onu heç vaxt vəzifəsini azad etməyib. Soruşanda ki, niyə? Deyib ona görə ki, o insan həqiqətən xarici siyasətdə mənim uğurlarımın yarısı ona məxsusdur. Yəni, Talleyrand çox güclü siyasətçi olub və Napoleonla fikirlərindən istifadə edib. Deməli, əsl idarəçi bax bu formada olmalıdır. Və ya 2-ci Dünya müharibəsi. Bilirik ki, Almanlar Moskvaya qədər gəlmişlər, bildiyimiz kimi. Artıq 5-10 kilometrliyindədir. Yəni, hətta SSR-də belə Almaniya bəlkə tuta bilərdi. Orada Stalinlə SSR-nin rəhbərliyində olan bir şəxs var, Jukov. Yəni, müdafiə naziri də belə deyək. Onunla Stalin arasında rəqabət var imiş. Yəni, bir növ yaxın belə də aralarında problemlər var idi. Amma Stalin həmin anda onu qabardıb başqa birini önə kəsmədi. Dedi ki, yox. Əksinə onu mən önə addım atdırsam, yəni o artıq SSR-in məhvinə gətirib çıxaracaqdı. Xoşlasa da, xoşlamasa da onun savadlı, bu sahədə uğurlu olduğunu bilib, onun müdafiə naziri olmasında belə də fikir ayrılığına imkan vermədi və o şəxsdə ilə axırda müharibənin qazanılmasında Marshal Jukovun böyük rolu oldu. Yəni, mən nəyi burada gətirmək istəyirəm? İdarəçilikdə ən vacib şeylərdən biri məhz obyektivlikdir və ədalətlilikdir. Bir şəxsi sevib sevməməyindən, xoşlaması olmayaraq, əgər o işi həqiqətən yaxşı bacaran olursa, sən onun əməyini qiymətləndirməlisən. Bu artıq işin daha da uğurlu, idarəçinin daha əla getməsinin üçün ən böyük səbəb sayılacaqdır. Mən biləm bizim 40 dəqiqəmiz tamam olacaq, yoxsa davam edə bilərəm? Yox, bizdə ümumiyyətlə limitsizdir. Bizdə Zoom biznesdir. Nə gözəl. Buyurun. Yaxşı. Var mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmə prinsipi. Nədir mərkəzləşdirmə prinsipi? Yəni artıq bütün işlərin görülməsini bir mərkəzdən idarə edilməsi.
onlara bir söz var, deyir rəhbərlik var, amma rəhbərlik sözü keçmir. Elə də yox. Yəni bir növ qətiyyətli olmalıdır. Fikirlərini elə bir şəxs olmalıdır ki, bu artıq öz fikirlərini doğru düzgün belə deyək, digər idarəçilərə, digər heyətə yeridə bilsin. Bu şərt deyil. Yenə deyirəm, indi o tərəfə gələcəm. Bu demək deyil ki, avtoritar rejim qursun, sərt rejim qursun. Yox. İndi o hissədə ayrıca misal gətirəcəm. Sadəcə demək istəyirəm o ki, mərkəzləşdirmə budur. Yəni bir mərkəzdən əsas hissələrə bölünməklə idarə etmək sayılır. Amma bu mərkəzdən qaçma hərəkatı oldusa, yəni artıq bu onda hər hansısa bir təhsil müəssisəsini də yenə deyirəm problemlərinə gətirib çıxarır. Çünki bir neçə mərkəz bildiyimiz kimi tək bu təhsilə aid deyil, ümumiyyətlə dövlət olsun, digər sahələr olsun, hər bir sahədə mərkəzdən qaçma meylləri parçalanmaya gətirib çıxarır. Məsələn, mən indi tarixçiyəm deyə tarixdən misallar gətirirəm. Bildiyimiz kimi xanlıqlar dövründə nə qədər xanlıqlar yarandı? Bir mərkəzdən qaçdılar. Yəni birləşmək yerinə xanlıqlara parçalandılar. Və axırda nəticə nə oldu? Hər biri Rusiyanın işğalına məruz qaldı və bir-bir işğal olundu. Yəni demək istədiyim odur ki, mərkəzdən qaçma meylləri olanda artıq gətirib bu prinsiplərə çıxarmış olur. Bunun əlavə prinsiplər çoxdur düzüm. Məsələn, biz burada nəticə yönümlülük deyə bilərəm, varislik, konkretlilik, yəni konkretlilik yəni işi daha artıq daha tez, daha vaxtında və konkret formada qurmaq olsun. Nə bilim, digər dediyimiz nəticə yönümlülük və s. Yəni bunlar çoxdur. Biz bu prinsiplərin hamısını saysaq, demək olar ki, ancaq prinsip saymaqla gedəcək. Sadəcə ən əsas mən bir 15 dənə prinsipi sizin üçün saymış oldum və nəyə deyə bilərəm? İdarəçilikdə də 3 əsas üsul var idarəçilikdə. 1. Avtoritar, 2. Səhlənkar və üçüncüsü isə demokratik üslub. Nədir? Avtoritar üslub artıq sərt qanunların, sərt addımların atılması nəzərdə tutulur. Məsələn, baxsan ki, orada motivasiya zəif olur. Çünki bir şəxsin əlindədir və belə deyək, həmin şəxs öz istədiyi qərarları verir və sərt addımlar atır. Məsələn, işçilər özü qorxu içərisindədir. Məsəl üçün tərs belə deyək, dərslər olsun, dərsdə də ki, əgər müəllim avtoritar rejim qurursa dərsdə, bu uşaqlar o dərsləri rahatlıqla, diqqətlə dinləyə bilərlərmi? Biz birdən deyirik, misal kimi ki, dərsdə indiki tələbələrlə belə səmimi olmaq düzgün deyil. Nə bilim, məsələn, şagirdlərlə belə olsa başımıza çıxır, nə bilim, belə bir fikirlər də çoxdur da mən eşidirəm. Amma bir şey də var. Yaxşı, sərt rejim nə kimi xeyir verir? Sadəcə oturub dinləyir, düzdür. Amma onu öyrənir? Yox, öyrənirsə də əzbərlə öyrənib gəlir sabaha danışır, amma o bir gün yenə yadından çıxır. Deməli, prinsip olaraq səhv odur ki, avtoritar rejimin bax elə prinsipləri, səhvləri var. Və ya idarəçilikdə avtoritar rejim götürür, sərt qaydalar qoyur, özündən gündəm misal kimi bir əlavələr çıxarır. Deyək ki, müəllim bu saatda gəlməlidir. Məsələn, mən istəyirəm 6-cı gün gəlsin saat 9-dan 6-ya kimi burada olsun və s. Yəni özündən qərarlar çıxarır. Və avtoritar rejimin olması artıq, yenə deyirəm, müvəqqəti hörmət və s. gətirə bilər. Amma onların hər biri sonradan artıq universitetin olsun, məktəbin yavaş-yavaş gözünə düşməsinə gətirib çıxacaq. Ona görə ki, heç kim özü belə deyək, buna ürəkdən bağlılıq yaranmır. Amma ona görə mən deyə bilərəm, məsələn, avtoritarlıq heç mi lazım deyil? Lazımdır. Məsələn, nədə? Qərarların verilməsində. Qərar verirsən, fikirlərin qəti olmağı yaxşı bir şeydir. Məsələn, hansısa bir qanunların qəbulunda olsun, işin icrasında olsun. Amma sən bunu şəxsiyyətin üzərində eləyirsənsə, o avtoritarlıq qəbul edilməzdir. Başa düşdünüz? Avtoritarlıq odur ki, sən qərarların verilməsində, hər hansısa bir işin görülməsində, bəli, üzərində diqqətli, daha məsuliyyətli ol və bu işin görülməsinə nəzarət elə. Bu yaxşı bir şey. Amma sən götürüb onu bir işçinin üzərində qorxu sistemi quraraq eləyəcəksənsə, o idarəçiliyin artıq nəhdinə gətirib çıxaracaq. İkincisi, gəldi indi biz səhlənkarlıq. Səhlənkarlıq da odur ki, deyək ki, avtoritar sistem qurmayıb. Amma işlər də səhlənkar yanaşır. Yəni, deyək ki, bugün tədbir saat 9-da deyilibsə, amma o tədbir bugün saat 10-da ediriksə və ya
uşaqlara sabah sizdən yaxşı bir sual-cavab yarışması edəcəyəm deyib, onu bir təxminən 3 gün, 5 gün ləngidiriksə, sizə bu mükafatları qaliblərə verəcəm deyib, sonra məsələn mükafatları almırıqsa, vermiriksə, istər-istəməz səhlənkar yanaşma artıq sonradan qeyri-ciddi yanaşmaya gətirib çıxar. Yəni artıq sonradan həmin deyək də o idarəçiliyi altında olan şəxslər o rəhbərliyin hər bir sözünü ciddi qəbul etmir. Onun səhlənkar formada olduğunu nəzərdə tutur deyə artıq onun fikirlərinə də qeyri-ciddi yanaşır. Ona görə ən vacib şeylərdən biri də işində məsuliyyətli olmaq və ya dediyim kimi də avtoritarlığı götürüb bu işlərin üzərində qursaydı, deyək ki, vaxtında işin görmək olsun, səhvlərə ciddi nəzarət və s. onda təbii ki, səhlənkarlıq olmayacaq. Və son olaraq indiki müasir dövrün ən vacib hissələrindən biri demokratik üslub. Yəni dediyi 3 üslub var. Demokratik üslub. Demokratik üslub artıq ədalət, demokratik yəni deyirəm, çoxluğun tam fikrinə gətirmirəm. Bunu biraz da genişləndirirəm. Demokratik üslub həm əksəriyyətin fikrini nəzərə almaq, dediyim kimi o, amma az hissənin də fikrini önəmsəmək lazımdır. Onların da fikrini hörmət. İkincisi, işçilər arasında səmimi ortam mühiti qurmaq. Mən özüm illərdir, yəni təbii ki, məndən də daha çox illərdir məktəbdə olsun, universitetdə olsun, dərs deyən müəllimlər var. Yəni hər bir kəsin insan gərək öyrənə. Məsələn, mən birdən bir şəxslə söhbət edərkən ola bilər, məsələn, bu il müəllim olub və ya heç müəllim deyil hələ. Amma ola bilər ondan elə bir ağıllı bir fikir eşidə bilirəm ki, mən onu özümə götürürəm o fikri. Artıq. Ona görə bir söz var, deyir, yaxşı şeyləri götürmək lazımdır. İndi sizlər də, məsələn, idarəçilikdə baxırıq ki, biz bu demokratik üslub, nədir, humanist yanaşma. Məsələn, mən olur tələblərlə birdə müzakirə zamanı onların fikirlərinə hər zaman qulaq asıram ki, ola bilər sabah bir artıq fikir deyir, həm də ki, özünü bir növ şəxsiyyət kimi hiss edir, o rahatçılığı o qrupda verəndə. Təbii ki, sui-istifadə halları həmişə var. Gör, sui-istifadə halları yoxdur ki, indi sadəcə biz elə aparmayıq ki, dərsi həm demokratik formada olsun, həm də sui-istifadə halları tam olaraq olmasın. İndi bir şey nəzərə alaq ki, bizim cəmiyyət olaraq hər birimiz tam hazır deyilik də bu Avropa standartları düşüncəsinə. Misal kimi, indi birdən bir dərsi istəyirsən yumuşaq formada qurasan, baxırsan ki, dərsi pozanlar olur. Amma biz o 2-3 nəfər pozana görə də götürüb bütün bu şeydən əl çəkmək ki, yox, bu səhvdir, belə tələbəyə belə edirsən, doğru deyil. O da düz deyil axı. Axı əksəriyyət bunu xoşlayır, əksəriyyət bunu qəbul edir. Demək bu effekt verir əslində. Təbii ki, indi %100 deyilən bir şey yoxdur. Bunu bəyənməyənlər də olacaq və ya bəyənibsə də, belə deyək də, hörmətsizlik üçün yox, sadəcə özünün xasiyyətində var deyə dərsi pozanlar da olacaq. Biz maraq yaratmalıyıq ki, necə eləyək ki, bu şəxs bizim dərsimizə qulaq assın. Deməli, bunun artıq biz yollarını düşünməliyik. Yoxsa götürək, demokratik prinsipdən əl götürək, avtoritar sistem quraq. Avtoritar sistemdə axırı necədir? Yəni, yenə deyirəm, fikri səndə ola bilər həmin vaxt tələbə və ya şagirdin. Amma o nə dərsi öyrənməyəcək, nə əzbər öyrənəcək və ən əsas da fikir ola bilər göz səndədir. Mən neçə dəfə görmüşəm, yəni onu yoxlamaq üçün özüm bir neçə dəfə onu yoxlamaq üçün öz əyani formada yoxlamışam. Tələbə, özüm də tələbə olmuşam da, həmin formada baxmışam ki, əgər tələbə, müəllim birdən ciddi formada onda, baxırsan müəllimə baxırlar, diqqətlə baxırsan ki, gözü səndədir. Amma fikir başqa yerdə olur. Və qaldırırsan bir 5 dəqiqə sonra ki, mən nə dedim, misal kimi, baxırsan ki, fikir səndə deyilmiş, ha. Sadəcə avtoritar sistemin qorxusundan o oturub sənin üzvə düz baxır. Amma heç nə öyrənməyib. Amma ondansa dərsi daha çox sevdirəndə, biraz rahatçılıq, biraz formada verəndə bu uğur gətirib çıxarır. Məsələn, Avropa təcrübəsi belə, Avropa elə. Amma fikir versə görür ki, Avropa bu formadadır da. Hələ Avropa biraz belə deyək də, rahatçılığın daha çox həddini aşıb biraz, mən deyərdim hətta. Məsələn, baxırsan ki, orada ümumiyyətlə oyun yoxdur. Verirlər ki, uşaqlar məktəbdə 6-7 yaşındakı oyun oynayır məktəbdə. Açırlar, gəlirlər məktəbdə oyun oynamağa, məsələn belə. Mən demirəm daha elə də olsun, çünki bizim hələ cəmiyyət olaraq ona tam hazır deyilik də. Amma, yəni demək istəyirəm budur ki, biraz onları özləri ilə buraxırlar, rahat fikirlərini, elə bir oyun əsasında başlayırlar dərsdə. Məsələn, görürlər ki, bunların başı qarışıb oyuna, fikirləri artıq oyun oynamaqdan yoruldular. Artıq onlara həmin anda oyunun içərisində, misal kimi, o dərsdə nə keçirilməlidirsə onu öyrətməyə başlayırlar. Bax, bu ən vacib hissələrdən biri sayılır. Və
dediyimiz kimi bu demokratik üslubdur. Demokratik üslubdan da çox ustaq şəkildə biz istifadə etməliyik. Yenə deyirəm, bunun ola bilər FF verməsin, qınamıram. Biz 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR-in tərkibində olub və Azərbaycanda kurikulum sistemi 1990-cı illərin sonlarından tətbiq olunub. Yəni yeni təhsil sistemi, kurikulum əslində bizə qəribə gəlməsin, yeni təhsil sistemi deməkdir. Yəni o sistem isə 20-ci əsrdən tətbiq olunur. Əgər sən 70 ilin, 100 ilin bir sistemini birdən-birə dəyişmək istəyirsə, əlbəttə çətin məsələdir. Əlbəttə sənin belə deyək, dərslərində belə deyək, dərsi pozanlar olacaq. Bu verdiyin rahatçılıqdan sui-istifadə edənlər olacaq. O doğrudur. Çünki birdən-birə sən 100 illik bir sistemi dəyişdirməyə çalışırsan. Asan deyil. Amma nələrsə biz etməliyik ki, ən azı 5 il, 10 il sonra etdiyimiz bizimdən görən tələbələr, misal kimi, sabah müəllim olanda onların artıq biri yox, onu bu işi eləyəcək. Onda artıq idarə etmədə şəffaflıq və demokratiklik prinsipi formalaşmış olacaq. Mən ümumiyyətlə həmişə demişəm, dərsin idarə edilməsi olsun və s. olsun. Burada yadcası kurikulumun prinsipləri var. Kurikulumun prinsiplərindən biz hansı prinsipi deyə bilərik? 9 dənə pedaqoji prinsiplər var. Onlardan biri də dəstəkləyici mühitin yaradılması prinsipidir. Dəstəkləyici mühitin yaradılması. Nədir dəstəkləyici mühitin yaradılması? Yəni, iki növə bölünür. Maddi infrastruktur mənada yaradılmaq. Bir də belə deyək də mühitin yaradılması. Məsələn, sosial infrastruktur mənada desək, maddi infrastruktur. Bunu bildik. Yəni ki, yaxşı olar ki, dəstəkləyici mühit, sinifdə bir laboratoriya olsun, misal, məktəbdə, universitetdə. Universitetdə bir otaqlarda bir proyektor olsun. Nə bilim, ağıllı lübə olsun və s. və s. və s. Yəni, və ya partaların yaxşı formada, fikrimizin Hindistanda, Pakistanda cəmaat çöldə dərs keçir, meşələrin ortasında belə. Yəni, maddi infrastrukturun olması da nəzərdə tutulur. Maddi infrastrukturun olması dəstəkləyici mühitin ən vacib hissələrindən biridir. Bəs ikincisi nədir? Dediyim kimi, sosial-psixoloji mühitin yaradılması. Yəni, ola bilər ki, bu ən vaciblərdən biridir. Baxırsan ki, sən özün xəbərin yoxdur, misal kimi, amma etdiyin bir zarafat mı deyək, tələbəyə... Salam Vay qardaş. Bax, məsələn... Deməli, nəyi, misal kimi, psixoloji mühitdən. Bax, baxırsan, dərs... Ceyhun bəy, səsinizi çaşdım, bağladım. Dən zəhmət olma, səsinizi açın. Xanımın səsini bağlamaq istəyəndə. Aça bilirsiniz səsinizi? Üstünə vurun, açılacaq. Sayın, qardaşımın telefonu əlində olub. Ona görə telefonu qardaşımın səsi açır. Deməli, nəyə deyəcəkdim? Burada diqqət edəcəyimiz əsas prinsip. Mən özüm neçə dənə tələbədə də rastlamışam. Özü gəlib mənə deyib ki, indi universitetdə rastlaşdığım bir hadisədir. Deyir ki, müəllim özü bilmədən mənimlə bir zarafat eləyir. Halbuki çox istədiyini eləyir. Misal kimi, deyək ki, məsələn, qızım, saçını niyə hörmürsən? Məsələn, indi deyək bir 70 yaşı bir 65 yaş bir müəllimədir. Elə bir öz dövrü ilə yanaşır. Məsələn, deyir ki, saçını hör, misal. Mən Lord ilə bacardım qədər danışıram ki, hər birimizə daha maraqlı gəlsin də. Və ya oğlanlara məsələn baxsan, hansısa bir iki müəllim başqa bir söz deyir ki, nə bilim, sən niyə belə, nə bilim, saçını düzəltdirmirsən, niyə sən beləsən, sən niyə belə geyinirsən və s. və s. və s. Baxırsan ki, özü də bilmədən o sosial-psixoloji mühiti pozur. Yəni, sabah həmin o, belə deyək də, tələbə artıq o dərsə girməyə ehtiyat edir. Çünki qorxu ki, yenə gülüş obyekti olacaq. Başlayacaq gülüş obyekti olmağa. Yəni, yenə müəllim bir zarafat eləyəcək. Uşaqlar ona güləcək. Bu bir. İkincisi, hansısa bir tələbə başlayır o birisi ilə zarafat eləyir. Məsələn də xətə dəyəcək bir söz deyir. Baxırsan ki, müəllim ona reaksiya vermir. Hətta özü də gülür.
İndi ola bilər də indi hansısa bir hadisə olub özünü gümsə, amma növbət dəfə onu təkrarlamağına imkan vermək olmaz. Çünki o artıq görəndə ki, bu belə bir mühitdir, istər-istəməz dərsə qoşulmaq istəməyəcək. Qoşulmaq istəməyəcək ona görə ki, yenə deyirəm, artıq mühit pozulub. O burada özünü narahat hiss edəcək. Və ya başqa bir şey araşdırmaq lazımdır. Öz başıma gəlib deyə əsasən çalışıram. Mən həyatda hər birimiz öz belə deyək, təcrübələrimizə xüsusi diqqət verməliyik. Gəlib məsələn tələbəm deyib ki, olar mənə digər tələbə indi adını çəkir ki, məsələn, çox xahiş edirəm sizdən, olar ki, məsələn, mənə sual cavab verilərkən digər tələbə sual verməsin. Bunu gəlib kənarda mənə deyir. Sən demə, baxsan bunun arasında bir dənə güclü bir rəqabət var. Bunun üzərində bunlar artıq problemə gedə bilər də məsələ. Yəni baxsan ki, ya bunların arasında münasibətlər düzəltmək lazımdır, ya da ki, eləmək lazımdır ki, yəni ümumiyyətlə bunlar arasındakı o konfliktə gətirəcək səbəbləri çıxartmayasan. Yəni amma sən götürüb deyək ki, hansısa müəllim bir tərəfkeşlik eləyirsə və ya öz yaxını qohumudursa deyə buna istədiyi yüksəklik qiyməti yazıb o biləni də vəhşi aşağılayırsa və ya buna xoş sözlə deyib digərini aşağılayırsa və ya zarafatlarına diqqət eləmirsə, bu da bullyingdir də. Bullying şiddət demək deyil. Şiddətin növlərindən biri də tədris bullyingidir. Yəni bilib bilmədən insan tədrisdə bullying eləyə bilir, şiddət eləyə bilir. Ona görə çalışmaq lazımdır ki, mühitin pozulmamağına xüsusi diqqət etmək lazımdır. Bu ən vacib hissələrdən biridir. İndi istəyirsinizsə, mən bu təhsil idarə etmə dediyim kimi ən əsas bax bu detallardır. Yəni bir dənə sözdən ibarət deyil təhsil idarə etmə ki, əlifçi gəldim, rəhbərliyi idarə etdim və s. Xeyr, təhsil idarə etmə bir neçə bax bu detalların hamısından ibarətdir və bunlara da diqqət etmək lazımdır. Bunlara diqqət eləsək, inandırım sizi çox yaxşı tədris bizdə formalaşmış olacaqdır. Həmçinin də tədris idarə heyətlərindən söhbət gedir. Sualları olan varsa buyurub suallar verə bilər. Mən ilk öncə onu deyim ki, burada rəylərdə xoş söz yazan hər bir kəsə öz təşəkkürümü bildirirəm ki, yəni diqqətlərini ayırıb burada xoş rəylər yazıblar. Var olsunlar. Salam Ceyhun bəy. Çox Hər sağ olun. vaxtınız xeyir Kimlər olsun. istəyirsə səsləri açılıb sual verə bilər. Aleyküm salam, hər vaxtınız xeyir olsun. Uğurlar arzulayıram sizə. Çox sağ olun. Çox gözəl danışdınız, qulaq asıb dinlədik. Çox gözəl. Biz də müəllimik, maraqlandıq ki, çox gözəl. Allah köməyiniz olsun verdiyiniz məsləhətlərə, danışdığınız cümlələrə görə. Çox yaxşı. Fəxr edirəm ki, sizin kimi gözəl bir gənclərimiz yetişib ölkəmizdə. Tərbiyəli, savadlı. Çox yaxşı. Mənə çox həqiqi mənada ləzzət verir. Daha da istəyirəm ki, sizi daha da dinləmək mənə üçün xoş olar. Allah razı olsun. Sizdən diqqət razı mənim. Təşəkkür edirəm sizə. Var olasınız. Çox sağ olun. İnşallah bir də nə vaxtı belə olsun inşallah mütləq. Yəni burada Aydan xanım səhifəmizi paylaşdı. Çox sağ olsun Instagram səhifəsində Ceyhunla tarix səhifəsi. Orada elə paylaşıram. Arasında məsələn harda təlimlər olsun və s. olsun. Orada inşallah ki elə paylaşılacaq hansı təlimlər olmamalı. Çox sağ olun. Var ol Ceyhun bəy. Çox sağ ol. Var ol. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən də özümə borc bildim sizə təşəkkür etməyi. Həqiqətən çox maarifləndirici danışdınız. Uğurlarınız bol olsun. Həqiqətən bu yaradıcılıq kim yaradıbsa, ümumiyyətcə bu bizə xüsus təlimləri. Mən o qədər dua edirəm ki, onlara bilmədiklərimizə çox çatırıq da. Yəni demək istəyirəm ki, insan neçə yaşında olur olsun, öyrənmək üçün heç vaxt gec deyil. Mən iş görə sizə qulaq asdım. O qədər belə inanın ki, bəlkə də nə qədər dərsə qoşulmuşam. Onlardan hardasa saysam bir 10% yadımda qalır. Siz nə dedinizsə 100% yadımdadır. Təşəkkür edirəm təkrarən. Allah razı olsun. İnşallah ümidvaram ki, təkrar olacaq bunlar. Təkrar belə. Var olasın. Diqqət ayırıb, vaxt ayırıb iştirak eləmisiniz. Var olasın. Çox sağ olun. Müəllim, axşamınız xeyir. Aleyküm salam, hər vaxtınız xeyir olsun. Ceyhun müəllim, mən cavan müəlliməyəm. Yəni bu il müəllimlik imtahanını verəcəm, amma hal-hazırda da dərs keçirəm də uşaqlara. Amma belə tanış olduğum, yəni özümü də gördüyüm 11-ci sinif şagirdlərinə görə mən kənd məktəblərindən sual vermək istəyirəm sizə. Məsələn, kənd məktəblərində bəzi 11-ci sinif uşaqlar var ki, yəni onların qarşısını almaq qeyri-mümkündür da. Yəni müəllimə hörmətsizlik eləyirlər. Yəni müəllimin ümumiyyətlə saymırlar. Yəni müəllim o mühitdə nə edə bilər? Yəni onların qarşısını necə ala bilər ki, onlar fikrini dərsə yönəltsin?
Əslində sizin bu sual aktual sualdır. İndiki dövrdə çoxumuz rastlaşırıq. Yəni onu da deyəm ki, xüsusi bir metodu var. O da baxsan ki, yox. Yəni sırf bir metodluq bir şey deyil də. İlk öncə mən sizə bir şey deyim. Müəllim hər şeydən öncə psixoloq olmalıdır. Yəni bacardığınız qədər məsələn fürsət olduqca lap bir dərsi onları tanımağa ayırın. Ya deyək ki, dərs danışmaqdan əlavə sual verir ki, məsələn, o deyir, buzqıran strategiyalar var da dərslərdə. Buzqıran strategiyalar odur ki, gətir sual versən ki, misal kimi, əgər əlində bir insana yaxşılıq etmək də var, pislik etmək də var. Hansını seçərsən, misal. Bu deyir ki, mən yaxşılıq etməyi seçirəm. İstərseniz onun psixologiyasını bilirsiniz ki, bu rəhimli biridir, misal. Və ya deyirsən ki, çətin vəziyyətdəsən, özünü də açsan, payığın da, az da çörəyin var. Bunu kimləsə bölürsən, yoxsa özün yeyərsən. Yəni buzqıran suallar, strategiyalar budur. Belə bir suallar verərək insan psixologiyasını öyrənməyə çalışır. Bunun əsasında da baxırsan ki, o nə tip xasiyyətlidir. Və ya məsələn, gəlirsən birlə danışsan, deyirsən ki, məsələn, nə kimi problemlərin var, məsələn, özün planların nədir, gələcəkdə nə etmək istəyirsən, nə olmaq istəyirsən. Bunu etməklə biz elə bil onları ələ almış oluruq. Çünki insan nə desə də, nə qədər inkar eləsə də hər zaman psixoloji söhbətə, psixolojiyə, yəni mövzulara ehtiyacı var. Biz özümüz hər birimiz azıq. Çünki biz özümüz istəyirik ki, dinlənək. Kimsə bizi dinləsin. Fikir versən heç bizə, mən nə qədər adam görürüm, bu iki psixoloqlardan mən sizə belə bir şey deyim. Mən neçə dəfə görmüşəm ki, cəmaatın əksəriyyəti psixoloqa getmir ki, ona yol göstərsin ki, bunu belə etəyir. Biz nəyə görə gedir? Gedir ki, o mənim sözümü dinləsin. Yəni mən o qədər ki, artıq elə bir vəziyyət yaranıb ki, kimsə kimsəni dinləmir o qədər. Ya səbri çatmır, ya onu qorxur ki, buna bir söz deyərəm, lağa qoyar. Və ya lağa qoymasa sabah üzümə vurar. Yəni onun dərdindən insanlar artıq kiməsə dərdini daşımaq üçün görürsə ChatGPT-nin özü. Keçən dəfə açıqlayıblar ki, ChatGPT-nin rəhbərliyi var, Sam Altman adlı şəxsdir Amerikada. O açıqlama verdi ki, ChatGPT-yə bacardığınız qədər dərslərinizi deyil az danışın da, yəni çalışın ona elmi suallar verin, belə eləyin. Yəni deyir, araşdırmışıq ki, buna çox insan dərdini danışmağa başlayıb artıq. Yəni ki, artıq elə bir dövr gəlib ki, biz insanlar bir-birimizə güvənsizlik yaranıb. Buna görə də yəni müəllim çalışmalıdır hər bir şey. Məsələn, mən dərsdə olar ki, bir kere tələbəm biri deyir, mənim sizin bir xasiyyəsi xoşum gəlir ki, mən dərs danışanda mənim üzümə baxmırsınız, amma bütün mövzuya qulaq asırsınız. Mən tələbələr dərs danışanda heç demək olar ki, o tələbə baxmıram. Amma baxdığım müddətdə bütün tələbələri baxıram, görək məsələ üçün deyirəm. Arxada oturan bu tələbə həmişə keyfi yaxşı olur. Yəni biraz istərsiniz o hərəkətlərini görmürsən axı hər dəfə necə. Amma baxırsan bu dəfə fərqli formadadır. Yəni ki, biz oturuq məsələn, gəlib həmlə maraqlanmaq, onun probleminə həll yol tapanda, istərseniz o bir söz var, deyir, üzdən utanar. Sabah o səs salanda, sən durub bir dəfə deyəndə ki, olmadı axı sən kimi, misal kimi və ya bunu niyə belə edirsən, onu istərseniz özü utanır. Yəni o deyir ki, oldu mənim. Mən neçə dəfə, mənim birdən deyirlər ki, sən dərsi səsini qaldırdın, olur. Mənim heç o indiyə kimi səsimi demək olar qaldırmamışam dərsi. Niyə? Çünki deyirəm, dediyim kimi, elə bir dostluq münasibəti qurmalıyıq ki, uzağa bir dəfə deyirsən ki, olmaz. Səs salma. Bax, sən tərəfin səsi çox gəlir və s. Ona görə belə dostlaşmaq taktikasını seçilir. Məsələn, ən böyük məsləhətim. İkincisi ki, əslində o sizin də günahınız deyil. Təmayüz siniflər yaradılmalıdır. Təmayüz siniflər yaradılmalıdır. Bax, çox da olsun Nurdan orada mənim tələbəm o dəyərli də yazdı. Yəni, bax, o da sinifdə də mən bacardığım qədər hər kəsi o diqqətdə saxlamağa çalışdım. İndi burada da onu demək istəyirəm ki, dərsdə əgər fikir versək, görək ki, hər kəs nəyəsə görə dərsə marağı duyur da. Deyək, biri tarixi xoş, ən çox indiki müasir dövrdə tarixi nəyə xoşdurlar və ya dərslərdə. Slayd formada dərs. Mən sizə belə bir şey deyim. Slaydları çox hazırlayın. Əgər proyektorda göstərmək alınmırsa da, qrup yaradım WhatsApp qrupu. Mövzulara atın, bir dənə video hazırlayın. Deyin ki, uşaqlar, gəlin dərsdə o videonu izləyək. Çünki artıq proyektor yoxdur, sizin günahınız deyil. Aslında ən az ona baxanda indiki dövr görüntü ilə öyrənmə dövrüdür. Fikir versin, insanlar kitabdan çox gedib PDF kitab oxumağı xoşlayırlar. Nə bilim, TikTokda, Instagramda videolara baxıb öyrənməyə xoşlayırlar da belə şeylər. Nəysə baxmaq. Ona görə buna xüsusi diqqət yetirmək lazımdır. Sonra təmayüz siniflər belə onu deyirəm. Sizin günahınız deyil, ona görə ki, əslində təmayüz siniflər yaradılmalıdır və bir sinifdə 15 nəfərdən çox olmamalıdır. Yəni ölkədə təhsil qanunvericiliyində qayda budur ki, təmayüz siniflərdə 15 nəfərdən yuxarı şəxs olmalı deyil.
İndi bizdə də yavaş-yavaş ona keçirik də. Yəni bizdə biraz vaxt alır o şeylər. Fikir versiniz, keçən dəfə Təhsil Naziri açıqlama verir ki, Elm və Təhsil Naziri ucqar məktəblərdə dərslər onlayn artıq. Yəni çünki orada 5-10 nəfərə görə deyil məktəbin hədisindən sil onlayn form. Yəni demək istəyirəm o ki, zamanla sinifdə 30-35 nəfərin də azalması artıq olacaq. Çünki sizlik bir şey yoxdur. İstərseniz 30-35 nəfər bir yerə yığılanda onu tək bir insan həqiqətən sakitləşdirmək çətin məsələdir. Dediyim kimi ancaq bax bu metodlardan, ya WhatsApp qrupu yaradıraq elə bir məlumatlar atmaqla, ya onlarla dostlaşmaqla o istəsəməz. Bir də ki, bir insana deyir, filmdə də deyir, bir insana nəyisə verməlisən ki, ondan nə sala biləsən. Yəni bəzən onların da nazı ilə oynamaq lazımdır. Nə mənada? Əgər deyirsə ki, məsələn mən bu gün olar müəllim çıxım, məsəl üçün mən o deməkdə deyirəm, dərsdə hər dəqiqə çıxıb keçsinlər. Yəni elə bir hal var ki, çıxmaq istəyir, məsələn, ona icazə verməyə, yox, İmin otur mənə ancaq qulaq as, elə bir şey yox. Və ya misal kimi bu gün zəif öyrənib getənə 0 yazıram, 2 yazıram, yox. Yəni nəzərə almaq lazımdır ki, bu gün öyrənməyibdir ki, eyb yox, mən sənə inanıram, gələn dəfə düzəldəcəyi artıq hesab edirəm ki, düzəldəcəksən sən. Belə bir pozitiv stimullaşdırma verirsən, o artıq pedaqoji prinsipləri də var, stimullaşdırıcı yol. O artıq onda o səhvini düzəltməyə çalışır və ya mən birdən sual verirəm, baxıram tələbənin özünə, bəli, effektiv rəy, onu demək istəyirdim. Və bir də nə demək istəyirəm, bunu mənim işlətdiyim metoddur. Birdən o ki, tələbənin bir dərsdə fikri məndə deyil, baxıram ki, sual verirəm, bu heç əlin qaldırıb eləmir, dərsdə mənə qulaq asmır. Qəfildən deyirəm ki, məsələn deyirəm, Şah İsmail neçənci ildə hakimiyyətə gəlib, başqaları əlin qaldırsa da, mən qəfildən oturub sakit oturam, belə əlin qaldırmıram. Ona durub deyirəm ki, misal kimi adı deyək ki, misal kimi deyirəm, Ramindir. Deyib durub deyirəm ki, Ramin düz dedi, 1501-ci ildə. Ramin özü durub şoka düşür ki, mən onu deməmişəm. Amma ən azı onun özünə bir fikir yaradır ki, mən bunu cavabladım və ya ən azı başa düşür ki, dərsə qulaq asmaq lazımdır. Mən elə bir ona durub uşaqların içində demirəm ki, bax dərsi pozursan, dərsə qulaq asmırsan. Elə bir növ onu dərsə cəlb edirəm. Deyirəm ki, Ramin onu düz tapdı. Halbuki Ramin orada sual cavab verməmiş daha. Onu bir növ cəlb etmək üçün belə bir taktika, aysə oyanır, bir növ oyanır. Yəni belə formalarla siz etməyə çalışın. Başqa da sual olan? İzah elədim. Təşəkkür edirəm, minnətdaram. İnşallah istifadə edeyim, bəli. Başqa sual olan yoxdursa, biz qısa da olsa Chatda bundan. suallar var. Oxuya bilirsiniz sualları Ceyhun bəy, yoxsa necə? Görə bilirsiniz sualları? Sualları, dəqiqə mən onu. Dəqiqə baxacam. Maşallah orada suallar birdən diqqətlə yayınar. Müəllim deyir tələbəni bullyingə salırsa, tələbə nə etməlidir bunda? Əgər yaxşı olar ki, tələbəni belə deyək, həmin vaxtı dərsdən kənar, yəni dərs bitəndən sonra müəllimə elə bir yaxşı, normal şəkildə deməyə bilər ki, müəllim, istər-istəməz bizdə uşaqlar biraz fərqli düşünənlər var, fərqli yozanlar var. Mən də bilirəm ki, siz bunu xoş dillə deyirsiniz. Sizin əslində məqsədinizi bilirəm, amma deyil, bunu fərqli yozanlar olur. Onu da çox xahiş edirəm ki, onu edərkən nəzərə alarsınız. Məsələn, müəllim ondan sonra artıq o nəzərə almağa çalışacaq. Baxır ki, sən burada həm müəllimi tərif edirsən. Deyirsən ki, müəllim, mən bilirəm ki, sizin burada məqsədiniz bu deyil. Amma bunu edənlər var. Və bunu artıq nəzərə almağınız lazımdır. Hiperaktiv uşaqlar üçün də belə deyək, bir yerdə dayanmırsa, misal ki, mədəni şəkildə o deyil utandırmaq. Məsələn, mən deyirəm ki, əgər özünü narahat istəyirsənsə, halbuki narahat istəyirəm, dərs pozur da deyək. Deyirəm, özünü narahat istəyirsənsə, çıx bir 5 dəqiqə üzrə su vur gəl, misal. Və ya çıx bir havaya gəl. Və ya gəlirəm yanına, gəlib deyirəm ki, məsələn, sırf özünün yanına yaxınlaşıram. Deyirəm ki, nədir sənin çətinliyin, dərsini niyə pozursan? Ən yaxşısı yerini dəyişib qabaqda məsələn getmək, özə gətirərkən də o uşaqların yanında narahat olmasın deyə durub demək lazımdır ki, qabaqda otur, sonra çıxaracam sən. Yox, gəlib demək lazımdır ki, mən bilirəm ki, məsələn, o tələbənin adını deyirəm. Deyək ki, Samir çox savadlı tələbədir. Mən istəyirəm ki, Samir qabaqda otursun. Qabaqda oturanda mən bilirəm ki, o aktivliyini mənə göstərəcək. İstər-istəməz o artıq o sözdə nə deyə bilər? Durub demir, alçatmasa öyrənmirsən. O istər-istəməz gələcək, qabaqda oturacaq və biraz onun hiperaktivliyi, yəni o biraz dərsi pozmağı normaya düşəcək. Ən azı bir neytrallaşacaq.
Yəni bax bu taktikanı formada istifadə etmək olar. Və burada bir səncə mesajlar maraqlı, sizin sahənizdə çox mesajlar var. Çox sağ olun, yenə deyirəm, xoş sözlərə görə. Sadəcə indi ola bilər mən sualların hansısa bir gözümə yanılsa belə, yəni bu tədris hissəsi çox uzundur. Biz inşallah gələcəkdə yenə də sizlə təlimlər təşkil edərik. Yəni ola bilər hansısa bir suala cavabla burada verilməsin və ya vaxtla bağlı. Ona görə nəzərə alın ki, bizdə əslində təhsili idarə etməkdir. Sabah biz sinifin idarə edilməsi, müəllim-şagird münasibətləri ilə də bağlı zamanla təlim etsək, inşallah siz orada qoşsaz, digər bütün suallarda orada avtomatik yenidən biz cavab verəcəyik. İndi məsələn, mən burada yəni suallara baxaraq onu deyirəm ki, yəni əksəriyyəti artıq demək olar cavab verdiyimiz suallardır artıq. Çünki təhsili idarə etmə nə deməkdir bayaq dediyim. Hesabat və orada demişdim nəzarət, onu da artıq cavablamışam. Qalanlara da belə təşəkkürlər də demək olar ki. Çox sağ olun. Yenə deyirəm, sualı olan varsa indi artıq. Yeni təlimlər haqqında bu Aydan xanımın açdığı platformada Harmoniya Akademi səhifəsinin Instagramda və digər eləcə də burada qoşulduğunuz WhatsApp səhifəsində izləyə bilərsiniz. Eləcə də mənim əgər təlimimi soruşursunuzsa, dediyim kimi Ceyhunla Tarix səhifəsi var Instagramda və TikTokda. Orada artıq ən son təlimlərimlə bağlı məlumatlar vermiş olacağam. Məsələn, Sumqayıtda qalan şəxslər varsa, 6-cı gündə bizim Heydər Əliyev mərkəzində təlimimiz olacaq. Motivasiya mövzusu ilə bağlı saat 12-də. Yəni gəlib orada da iştirak edə bilərsiniz. 6-cı gün, yox, 5-ci gün saat 12 tamamda. Yaxşımı? Çox sağ olun Ceyhun bəy, minnətdaram gəldiniz. Gözəl bir webinar keçdiniz. Vaxtınızı bizə ayırdığınıza görə çox minnətdaram. Uğurlar sizə. İnşallah davamı gəlsin. Növbəti webinarlarda görüşmək diləyilə. Çox sağ olun bu gözəl webinar üçün və iştirak edib vaxtını ayıran hər bir kəsə də öz təşəkkürümü bildirirəm. Hər birinizə də uğurlar arzu edirəm inşallah. Sağ olun. Biz minnətdarıq. Hər kəsin gecəsi xeyrə, sizin də. Sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun.